Salam əziz, gözəl, dəyərli izləyicilər. Bugün sizə dilek proqnozunu bildirmək istərdim. Bu iki fincandan birinin diləyini tutun əzizlərim. Birinci fincan, ikinci fincan. Sevgi dolu salamlarımı sizə yollayıram. Bütün arzularınız bax birinci fincan, niyyətini tutanlar. Ürəyinizdə nə arzunuz var, özünüz üçün, övladınız üçün, ailəniz üçün, şəxsi həyatınız üçün nə dilək tutmusunuzsa, diləkləriniz həyata keçsin tezliklə, üzünüz sevinsin. Kədər, qəm sizdən uzaq olsun. Qarşıya gələn yeni təzə ilinizdə sizlərə çox düşərli olsun əzizim. Həyatda neynim deməyəsiniz. Düzdür, bax bu fincanın niyyətini tutanlar, bəziləriniz üçün 25-ci il biraz ağır keçdi, çətin keçdi. Maddi, mənəvi, yəni enişli yoxuşlu yollardan çıxdınız, üzüntüləriniz oldu. Amma buna baxmayaraq ayaq üstə dimdik dura bildiniz. Düzdür, deyirsən, fikirləşirsən ki, üzüm sərt ola bilər. Amma kimsənin arxasınca danışmaram, çox dostum yoxdur deyirsən. Kimsənin arxasınca danışmıram, vicdanım təmizdir deyirsən. Düzdür, rəqabətlərim var. Fikir ayrılıqları bəzi insanlarla ailə içində də var səndə. Amma sevgi həyatında xoşbaxt olmaq istədin, huzur istədin. Bəziniz xoşbaxtliyin arxasınca getdiniz, amma bir boşluğa düşdünüz. Sizə çox şey vəd edənlər oldu, duyğularını göstərməyən oldu sənə qarşı. Maddiyyatla biraz çətinlikləriniz oldu. Üçüncü şəxsin enerjisi mane oldu sizə əzizim. Bəzinizdə bax biriləri burada boşanma dərəcəsinə gəlmiş. Bir qadın, üçüncü şəxs. Bəlkə də bir eviniz kiraya vermişsiniz, kiraya keşlə ailə içində olan bəzi problemlər, bəzi oyunlar getdi. Neçə illik evliliyin mi boşa çıxdı? 30 illik mi? 10 illik mi evliliyin? Allaha həvalə etdiyim var. Sənə əziyyət çəkdi. Yəni sənə əziyyət verib arada məsafə yaradanlar oldu. Almaq, satmaq istədiyin bir ev tezləşə bilər. Haqqını almaq istəyəcəksən. C hərfi bir xəbər gətirəcək sizə. Bir qadınla xəbər gələcək. Saçı yığılmış bir qadının bir dileyi olaraq, bəlkə də savaşı varsa da bir savaşı bitəcək bu qadının. Ya gözlədiyi bir şey ola biləcək, bir rahatlanma olacaq əzizim. Adında H, A hərfi biriləri köklü bir sevincin ola biləcək. Və ya ailədən birilərində bir fərəhlənmə, bir sevinc ola biləcək. İstədiyin bir şeylərin sonuncunu alacaqsan. Amma elə bir insansan ki əzizim, tutduğunu qoparan insansan. Yəni elə bir bacarığın var. Ayın axırına, dekabrın əvvəllərinə biraz diqqətli ol ginən, diqqət et. Dekabrın 5-də bir yeniliklər, bir dəyişikliklər həyatında ola bilər. Adında N, E, A hərfi bir xəbər gətirə biləcək. Gözəl dualara bağlanırsan, dualar çox edirsən. Yavaş-yavaş gedən işlərin ola biləcək. Maşının varsa maşınla əlaqəli bir problem, bir sıxıntın çıxa biləcək. Bəzən o qədər fikirləşirsən, o qədər düşüncələr içində olursan ki, çox vaxt düşünürsən ki, çox zaman ağılla deyil. Belə, necə deyirlər, huzur istəyirəm, huzura ehtiyacım var deyirsən. Bəzən danışıqla deyil, sadəcə dinləmək. Dinləyərək qəlb şəfamı tapıram. Hər kəs ağıl verə bilər, amma çox insan məni yargılamadan, danlamadan, bir problem tapmadan da dinləyə bilər deyirsən. Gerçək dostluq sustuğunda belə səni anlaya bilən qəlblərdə başlar əzizim. Bax bunu sən içindən düşünürsən, bunları sən dilə gətirirsən. Bəzən səssiz qalırsan, səssiz qalmaq gücsüzlük deyil deyirsən, olgunlaşırsan, əsl hala gəlirsən. Amma qarşı tərəfə deyirsən ki, çox məni danlayırsan deyirsən, çox danışırsan. Çox danışmaq biliklik deyil, başa düşürəm. Bu sadəcə gürültüdür ortalıqda. Sən həyatda yıxıldıqca da qalxmağı öyrəndin. Qalxdıqca da Allahdan başqa kimsə yanımda olmadı deyirsən. Ətrafa, sosial çevrədəki bəzi insanlara baxırsan ki, arxasınca danışanlar var, sənin arxanca danışanlar var. Soruşursan, baxırsan, hər kəs bir-birinin dostudur. Bugün sənə, yəni mənə dərdimə yananlar, dərd yandıqlarım səhər başqası ilə oxuyub mənə düşmən kəsilirlər deyirsən. Bəzi insanlar da ətrafında baxırsan güclü oyunçulardır, mənfəətçilərdir, doludur ətrafımda deyirsən. Oturub Allaha dualar edirsən, deyirsən Allahım, məni gözəl insanlarla qovuşdur deyirsən, gözəl insanlarla qovuşdur. Düşüncələr içindəsən.
Bax, heç kimə qısqanmırsan, heç kimlə işin yoxdur. Əlindəkilərin qiymətini artıq biləcəksən. Heç kimin zənginliyinə qısqanmırsan, heç kimin qabağa getməyinə qısqanmırsan, amma baxırsan sənə qarşı qısqananlar var. Sənə qarşı paxıllıq edənlər, rəqabətlər var. Negativlər var bax üzərində, nəzər var. Bəzi insanların nəzəri sənə təsir etmiş. Balıqlar, əqrəb, xərçəng. Bax, biraz üzərinizdə ailəsən birisi varsa, bəlkə də özünüzsünüz, çox nəzər götürmüsünüz. Çox diqqət nəzərindəsiniz. Biraz içinizdə də şübhələr var. Ciddi bir təklif yaxın zamanda gələcək. Maddiyyat məsələləri ola biləcək, anidən əlinizə maddiyyat gələ biləcək. Biraz sıxıntın var içində, diləklərin, gözəl bir dilək tutmusan, arzun var o diləyivə çatmaq üçün. Bir şeydən sıxıldın. Artıq bəzi şeyləri boşa verəcəksən. L hərfi biriləri sənə xəbər gətirə biləcək. İş yerini dəyişmək istəyirsən, çoxdan arzusundasan, dəyişə biləcəksən. Bir ayın içində bir dəyişiklik görsənir. Yəni sənin xeyrinə ola biləcək. Bir 10 gün, 15 gün biraz diqqətli ol, xərclərinə diqqət et. M hərfi sizə yardımı toxuna biləcək. Birini əyib yola gətirmək istəyəcəksən. Biraz aqressivlik, gərginlik ola bilər. Çətin gedən işlərin ki var, onlar yavaş-yavaş bitəcək. Bax, burada sizi dəstəkləyənlər də ola biləcək. Biraz oyanıq insanlar da var ətrafında. Yalan, saxtakar insanları da görəcəksən. Bəziləri maskası üzündən düşəcək. Pis insanları çox gördün. Bəzən elə bil ki, o negativ, pis insanları istəmədən özünə tərəf çəkə bilirsən. Elə bil ki, sənə o dəqiqə gəlib yapışırlar. Bəzi duyğular sizi yönəldə bilərlər. Önəmli qərarlar ola biləcək. Amma bəzi detaylarda taxılıb qalırsan. İşlə, karyeranla əlaqəli diqqətli ol. Bir ayın axırına bir ad günümü qeyd etmə ola biləcək. Ya bir evimi satırsan, darıxırsan, düşünürsən, narahat olma. Dekabr ayında bir sevincin ola bilər. Bax, sıxıntın ki var içində, o yavaş-yavaş gedir. Dərindən nəfəs almağa başlayacaqsan. Düzdür, göz yaşın oldu, içinə attığın göz yaşların oldu, gözlərin doldu. Gələn xəbərə sinirlənəcəksən, əsəbləşə biləcəksən, çox yoruldun. Üzərində o qədər ağır yüklər oldu ki sənin. Bəzi elə bir şeylər oldu ki, çıxılmaz vəziyyətə qaldın, çıxılmaz vəziyyətdən çıxmaq istədin. Amma sağlığınıza fikir vermirsiniz. Mədə, bağırsaq, vücud ağrıları, sümük ağrıları, baş ağrıları bax ki, ola bilər. Dekabrın 15-nə kimi çalış sağlığına fikir verəsin. Bir yol var, düşünürsən, gedim, getməyim. İçində suallar var, sıxıntılar var. Amma bunları yavaş-yavaş geridə qoyacaqsan. 3 parça bir əmanət var əlində. Bəlkə də uzun zamandır birinə pul verdin, amma onu ala bilmirsən. Bəzi, bax, bu yaxında yuxularını görəcəksən. Bu yuxular sənə işarət ola bilər. Uzun boylu biriləri, bax, üzünə gülüb arxandan dedikodular apara biləcək. Özünü dost kimi sənə göstərir. Güya dostundur. Lakin dostun deyilmiş, bunu biləcəksən. Sənin kiçik balaca bir sözünü dağıda bilər. Təhlükəli biridir, əzizim. Bunu biləcəksən, uzaq ol. Bir nəfər könüldən bağlı olan bir insana sən çox əmək sərf etdin. Amma indi baxırsan ki, deyirsən, boş yerə mən əmək sərf etdim ona. Elə söz sizə deyəcək ki, o məsəl var, elə söz dedi ki, 7 qatımdan keçdi. Yəni, elə söz deyəcək ki, sizə o çox yeriləyəcək, çox təsir edə biləcək, gerçək üzünü görəcəksən. Yanlış insanmış həyatımda bu deyəcəksən. Çox düşüncələr içində ola bilərsən bu aralar. Özündən başqalarına çalış, güvənmə. Çünki güvənmirsən də doğrusu. Çünki güvən problemin var. Çünki güvəndiyin insanların üzünü gördün, maskası üzündən düşdü gördün. 26-cı ildə düzdür, bax bu fincanın niyyətini tutanlar biraz çabalayacaqsınız. Biraz çabalamaq lazım ola biləcək. Düzdür, itki, qorxular gedəcək üzərindən. Amma deyim ki, sizə dəstək olanlar da olacaq sizə. Amma çalış özünə qarşı nazik ol. Özünü sev. Özün üçün, yuvan üçün
çalışaraq hərəkət edəcəksən, canlanacaqsan. Düzdür, 25-ci ildə bəzilərinizin işləriniz mi yarımçıq oldu, bilmədiyiniz işləriniz mi qaldı, çətinliklərdən çıxdınız, fırtınalardan çıxdınız, sevgi həyatında, şəxsi həyatınızda, qohumlar arasında 26-cı ildə 3-cü aydan sonra bəzilərinizin üzü güləcək, sevinəcəksiniz, işləriniz yaxşıya doğru gedəcək. Öz ağlınla, fikrinlə addımlar atacaqsan. Hətta kimsə səni yönətməyə belə imkan verməyəcəksən. Depressiyada qalmışsansa, depressiyadan qutaracaqsan. Həyat sənin üçün bitmədi. Yenidən ayağa qalxırsan. İdeal ol. Olacaqsan da. Bəzilər üçün, inanın, pislikləri uzaq edəcəksən, çox şeyləri araşdıracaqsan, bilgi toplayacaqsan, harda duracağını biləcəksən, gerçəkləri görəcəksən. Çalışın ki, bir negativi təmizləmək üçün bir dualar oxuyun. Bəqərə surəsini ailə içində, bax, biraz da söz-söhbətlər var. Bəqərə surəsinin 102-ci ayəsini oxuyun və ya oxutdurun evinizdə, əzizlərim, ki, yollarınızda, yəni açıqlıq olsun, evdə də, ailədə də xoşbaxtlik, əminamanlıq olsun, əzizim. Diqqətinizə görə var olun, sağ olun. İkinci fincana keçək. İkinci fincanın niyyətini tutanlar üçün fincanımızı açaq. Bütün diləyiniz, niyyətiniz yerinə yetsin, arzularınız, ürəyinizdə nə arzulayırsınızsa tezliklə həyata keçsin, əzizlərim. Bax, əzizim, bu ikinci fincanın niyyətini tutanlar, qəlbiniz elə bir dəniz kimidir. Dalğalarınla yaşayırsan. Bir də görürsən ki, elə bir ki, o gəmiyə qapanırsan. Bir baxırsan, içinə çəkilirsən. Amma bil ki, bu üzvə gələn bu 26-cı il sənin içindəki ən kiçik belə dalğanı üzə çıxaracaq. Səni yoran biraz keçmişdir. Yəni, dediyin şey hər bir zamanlar bəzən bir səs, bəzən bir baxış, bəzən də heç söylənməmiş bir cümlədir. Sən tam bu cümlənin illərdir içində daşıyırsan. Bəlkə də uşaqlıq illərindən qalmış sevgilər, yəni ailədən aldığın yüklər, qırıldığın, amma sustuğun sevgilər hamısı indi sənə dönüb deyir ki, bizdən artıq azadlığa çıx. Yəni azadlıq, burada artıq bu fincanın niyyətini tutanlar artıq azadlıq istəyir, artıq yorğunluğu atmaq istəyir. Xatirələr çox elə bir kimin səni sevməsini gözlərkən öz sevgindən uzaqlaşdın sən. İndi bütün zəncirlər çözüləcək. Bu hamısı sənin duyğuların deyil. Bəziləri keçmişin, bəziləri Yəni bəziləri keçəridir, inanın. Bəziləri sadəcə sənə aid olmayan duyğulardır. Duyğuların yadigarıdır. Özünlə çox vaxt danışırsan, əzizim. İçinlə, iç dünyanla danışırsan. Yəni istəyirsən ki, artıq kaşkiləri buraxmaq istəyirsən artıq. Yüklərindən çıxmaq istəyirsən artıq. Sənə ağrı verən biriləri sənin üçün problemlərini çözəcək, sənə yardım ola biləcək. Bir qapını açmaq istəyəcəksən. İçində bəzi şübhələr var sənin. Beynin də biraz qarma qarışıqdır, toparlanacaqsan. Biraz beynin rahat deyil. Dərdinə bəlkə də dərman tapa bilmirsən, amma tapacaqsan. Gözəl bir yolun olaraq rahatlaşacaqsan. Biraz huzurun qaçmış. Sizdən bilgilər toplamaq istəyən biriləri ola biləcək. Sizin haqqınızda biriləri araşdırma edir, gizli bax izləmələr var sizə qarşı. Biriləri var, qovsan da getmir. Neynəsən də deyir, məsələn, qapıdan qovsan bacadan girir. Huzur vermir sizə. Sizdəki dəyişiklikləri görüb, yəni içindən ah çəkəcək sizə qarşı. Evinə girən, çıxan, dekabrın 10-na kimi evinə girən, çıxana fikir ver, diqqət et. Eyni bir ortamda olacaqsan bu yaxında. Bax, boynuna bir sep mi alırsınız birini, ya həyat yoldaşın boynuna, ya sevdiyin insanın boynuna bir sep mi almaq istəyirsiniz, ya fikirləşirsiniz, bir hədiyyədir alacaqsınız və ya sizə hədiyyə alınacaq. Bax, elə bir başının ucunda bir uğur böceyi çıxır, əzizim. Şansın olacaq, uğurun olacaq, biraz səbirlə. Şansla irəli gedəcəksən.
2 həftə içində, 2 gün içində mi bir talihsizlik mi yaşadın və yaşaya bilərsən? Biraz buna diqqət et. Artıq evliliyə isti baxa bilmirsən. Bəlkə də evli olub boşandın, içində qorxular var evliliyə qarşı. Çox şeylər yaşadın. Ona görə biraz hər şeyi dərindən düşünəcəksən. Bir kişi sizdən dəstək gözləyir. Qohumların çoxdur, ətrafın çoxdur, amma yox kimidir əzizim. Hamısının üzünü gördün. Sözünüzü, dedikodular eşidə bilərsiniz, sözünüzü danışanlar var. Biraz övladınızla məşğul olun ki, yəni boşa verməyin. Bir də bəziniz övladınızla qürur duyacaqsınız, sevinəcəksiniz. Çox vaxt bax, onun üçün, bunun üçün qaçaraq özünü unudursan. Birilərlə bərabər işləyərək huzur tapacaqsan. Şansın, bəxtin parlayacaq. Həyatında baskı etdilər. Həyatını zəhər etmək istəyənlər də var, hələ də var həyatında. Lakin o dava dalaş edənlərdən uzaqlaşacaqsan. Keçmişi unuda bilmədiyinə görə gələcəyi tam düşünə bilmirsən. Ailədən birilərinin borcu yığılmış borcu var, amma o borcu elə bir heç kəsə bildirmir. Tək özü bilir ki, yəni bunun bu qədər borcu var. Ailə içində, yəni toplu, çoxlu övladlarındır bəlkə də yenə dedim, ailə içində olanlardan elə bir ki, bax işləmirlər, işə getmirlər, hazır yeyirlər, elə bir rahat iş axtarırlar. Çətin işə deyirsən dur get, amma çətin işə gedən yoxdur. Amma hazır yeməyə hamı hazırdır. Yəni ağır işlərə özünü vermir. Ancaq deyir iş yoxdur. Amma axtarsan işlər çoxdur. Ağır işlərə girmək istəmir. Bax buna bir sinirlənirsən. Qurban demirsən, düşündüyün qurbanı kəsdirmək istəyəcəksən, artıq Allah qəbul etsin. Biriləri qarşında öz ürəyini aça bilmir. Bəlkə də sən də açmaq istəyirsən, o da açmaq istəyir, amma aça bilmirsiniz bir-birinizə. Sən doğrudan da düşdün, qalxdın bir neçə dəfə, bir üzləşmələrin oldu. Saxladığın duyğular, başladığın arzular, görməzdən gəldiyin ehtiyaclar hamısı sənin qapında gözləyir. Yəni acılardan necə qaçım mən deyirsən? Acılardan qaçım, ya acıyla böyüdüm mən? İçində suallar var. Sevgi həyatında sarsıntılar yaşaya bilərsən. Buna da diqqət et. Kiminlə yola çıxdığına bu aralar fikir ver. Yəni o yola mən kimlə çıxıram? O yol məni yüksəldirmi? Və ya tükəndirirmi? Bunları da düşünəcəksən. Yəni sənin qarşında partnyorun var. Və ya tək deyilsənsə, sevdiyin bir insan var. Oturub düşünürsən, bu səni boğurmu? Bu sevgi mi? Yoxsa bağlanmışam, bir alışqanlıq mı? Yəni içində suallar var sevgiyə qarşı da. Yəni bu bağ məni bəsləyirmi? Yoxsa içimi yeyir, gəmirir? Yəni içində tərk edilməkdən, qırılmaqdan qorxular var əzizim. Bu aralar yuxunda eyni insanı görə bilərsən. Bu boş deyil, bir işarədir sənə. Bu işarəni yəni özün tapmalısan. Düzdür, bəzən o için o qədər dolur ki, qarşı tərəfə öz iç dünyanda yığılan bəzi gərginlikləri açmaq istəyirsən. Amma anlaşaraq, danışaraq, fikir ayrılığı olmasın. Bir-birinizi anlayaraq, danışaraq sən bir nöqtəyə gəlib çıxa bilərsən əzizim. Ona görə də ailədə də çalış ki, içində hansı gizli bir şey varsa, ola bilər sənə yalan yanlış ərin haqqında və ya həyat yoldaşın haqqında yalan yanlış sözlər deyə bilərlər. Yəni çalış bunlara inanma, araşdır ondan sonra. Ailə içində qaynanadımı, qaynatadımı, ya valideynindirmi? Onunla biraz aranda biraz narazıçılıq ola bilər. Bu aralar biraz ona diqqət et ginən, yəni boş ver ginən, eşitməməzliyə vur ginən əzizim, hər şeyin axırına kimi yəni getməginən. Üzərində ağır nəfis var, birilərinin ağır üzərində negativ kimi yaratmış. Çünki bəzən bədən ağırlaşır, qalxmaq istəmirsən, iş görmək istəmirsən, bir işin dalınca getmək istəmirsən. Belə bir yorğunluq olur üzərində. Çalış tez-tez, zikr et, ya Hafiz, ya Nur, ya Rəzzaq, ya Fəttah, ya Rəhman, ya Rəhim. Yəni bunları tez-tez zikr edin, bu fincanın niyyətini tutanlar. Bir də İsmi Əzam, Bəqərə surəsini, Ayətəl Kürsü,
Nas, Fələk surələri evindən kəsmə. 15 gün arxa ya oxut evində. Görün nə qədər dəyişikliklər ocağında olacaq. Evin güzgülərini duzlu sula silginən, evin küncünə biraz duz qoyginən və ya duzlu su künclərə çiləginən, qapının ruçkalarını, qapının bütün hamısını sirkəli sula silginən əzizim. Çünki bəzilərinizin ocağında negativ yığılıb qalmış. Ağırlıqlar var, yol bağlılıqları, qismət bağlılıqları var. Ailədə övladını çox düşünürsən, bəlkə də övladındır, bəlkə də bacındır, qardaşındır, çox düşünürsən. Hərdən öz şəxsi həyatını unudursan, ancaq ailəni düşünürsən, valideyni düşünürsən. Baldızınla və ya eltinlə aranda anidən bir mübahisə ola bilər. Çalış axıra kimi getmə, boşa verginən ki, dərinliyə getmə əzizim. Təhsilinlə ya məktəbinlə əlaqəli bir dəyişim ola biləcək, bir yeniliklərə, dekabrın 5-dən sonra yeniliklərə addım atacaqsınız. Dekabrın 25-də bəzi xəbərlər eşidə bilərsiniz əzizim. 2 nəfər üz-üzə oturub söhbət edəcəksiniz. Qarşı tərəfin özündən razı olduğunu görərək gözəl kəlmələrinizi, ifadələrinizlə onu otuzdura biləcəksiniz əzizim. 2 nəfərin də dedikodunu etdiyini eşidib onların payını verəcəksiniz. Diqqətinizə görə var olun, sağ olun. Dəstəyinizə görə çox sağ olun əzizlərim.